Bura Tovuz rayonunun əsrarəngiz gözəlliyə malik olan Kirən İnzibati Ərazi Dairəsinin Baqqallı və Saladlı kəndləridir. Bu kəndlərə yay aylarında ölkəmizin müxtəlif bölgəsində turistlər gəlir. Burada ev tutaraq istifadə edirlər. Həftələrlə yolumuz yox, işığımız yox, qaranlıqdır. 4 dönə yox qalıb Baqqallı kəndə. Dağıtmış söydə 4 dönə. O da nə talaşla gedəcək toza. Mən nə qadim, nə dolan. Nə tər dolan. Qəşdi bu qartofdur, qartof pul etdim. 1000 manat nə keçər qartofda pul almışım. Ümumi nə tər sağlayıb, külfətimi nə tər sağlayıb. Bax o damın altında qalmışım. Qoca arvadım, doktor yox, həkim yox, yardım yox. Bir bölgüsü 3 uşağı məktəb dərdini götürüb rayona aparır. 3 uşağı. Burada kirədə qalır. Mən Naxçıvan vətəndaşıyam. Deməli, mən buraya gəlmişəm, qonaq gəlmişəm, tatilə gəlmişəm da dincəlmək üçün. Sizi inandırım ki, Azərbaycanın ən gözəl cuşalarından biridir buraları. Havası təmiz, suyu təmiz. Ancaq ki, adam üzücü bir şey var ki, vətəndaş deyilən burada yoxdur da. Evlərin hamısı boşdur. Qardaş, bu boyda cənnət məkan yeri millət atıb gedib şəhərdə yaşayır. Lakin kənd sakinləri öz doğma yurd yuvalarını tərk edərək Bakı şəhərinə və ya digər rayon mərkəzlərinə üst tuturlar. Kənddə yeni modul tipli məktəb tikilməsinə baxmayaraq, artıq kənddə yaşayış olmaması səbəbindən məktəb bağlanıb. Kənddə təbii qazın olmaması isə əsas yük elektrik enerjisinin üzərinə düşür ki, bu səbəbdən də kənddə elektrik enerjisinin verilməsində fasilələr yaranır. Bu da kənddə yaşayan sakinlərin işlərini daha da çətinləşdirir. Qeyd edək ki, Kirən İnzibati Ərazi Dairəsində 9 kənd var. Bu kəndlərin 4-ünə təbii qaz çəkildiyi üçün kənd sakinləri öz doğma kəndlərində yaşamağa davam edirlər. Lakin Baqqallı və Saladlanlı kəndləri isə birlikdə digər Soflar, Qalaboyun və Xatıncan kəndləri təbii qazın olmaması səbəbindən sakinlər öz doğma ata-baba yurdunu tərk edirlər. Qazımız yox, işığımız yox, suyumuz yox, yaşayışımız yox. Evlərimiz, işığımız, qazımız yoxdur. Əziyyət çəkir cəmaat. Oduna, işığa görə cəmaat köçüb gedib. Prezidentimiz sağ olsun, yaxşı qərar verib ki, şəhərə köçənlər qaysın, keçsin kəndinə. Elinə obasına şərait yaradıb. Məsələyə şifahi olaraq Azərqaz Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, adı gedən həmin kəndlərin bir neçəsində elektrik dayaqları və xətləri dəyişdirilib. Bu sahədə mərhələli şəkildə işlərin davam etdirilməsi nəzərdə tutulub. Azərqaz İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə məsələyə münasibət bildirib. Ölkə üzrə qazlaşmayan kəndlərin yeni yaşayış massivlərinin qazlaşdırılması SOCAR-ın Azərqaz İstehsalat Birliyinin gündəliyində duran məsələlərdən biridir. Məlumat üçün bildirim ki, qazlaşma proqramı Birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Sözü gedən yaşayış məntəqələrinə gəldikdə isə bu kəndlərə küçə qaz xətlərinin çəkilişi işlərinə növbəti mərhələlərdə baxıla bilər. Qeyd edək ki, adı gedən kəndlərin bir çoxunda əvvəlcədən qalmış kənd arası qaz boruları hələ də yerində qalmaqdadır. Mövzunu diqqətdə saxlayacağıq. Kəmran Eskiparalı, Hüseyn Hüseynov, Səs TV Xəbər, Tovuz.